Artımların daha çox olması üçün videonu bəyənib kanalımıza abunə olun. Qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq Azərbaycanda sosial ödənişlərin vətəndaşlara daha tez çatdırılması məqsədilə pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl verilməsinə başlanılıb. Bu qərar xüsusilə bayram ərəfəsində insanların maliyyə baxımından daha rahat olması üçün həyata keçirilir. Bayram günlərində ailələr adətən daha çox xərclər edir, qonaqlıqlar təşkil olunur, uşaqlar və yaxınlar üçün hədiyyələr alınır. Bu baxımdan ödənişlərin əvvəlcədən verilməsi bir çox ailə üçün ciddi rahatlıq yaradır. Məlumata görə, artıq Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə mart ayının pensiyaları bu gün etibarilə ödənilib. Bu bölgələrdə yaşayan minlərlə pensiyaçı artıq öz vəsaitlərini əldə edə bilirlər. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən bu addım sosial təminat sistemində vətəndaş məmnuniyyətinin artırılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir. Qeyd olunub ki, qarşıdakı günlərdə ölkənin digər şəhər və rayonlarında yaşayan vətəndaşlar üçün də pensiya ödənişləri mərhələli şəkildə həyata keçiriləcək. Xüsusilə güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərin də ödənişləri planlaşdırılmış şəkildə bayramdan əvvəl hesablarına köçürüləcək. Bu isə o deməkdir ki, demək olar ki, bütün pensiya alan vətəndaşlar bayramdan əvvəl öz vəsaitlərini əldə etmiş olacaqlar. Bununla yanaşı, yalnız pensiyalar deyil, mart ayına aid müavinət və təqaüdlərin də qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulur. Sosial müavinət alan ailələr, tələbə təqaüdləri və digər sosial ödənişlər də Novruz və Ramazan bayramlarından əvvəl vətəndaşların hesablarına köçürüləcək. Bu qərar sosial baxımdan həssas qrupların da bayramı daha rahat və sevincli şəkildə qarşılamasına imkan yaradacaq. Mənim fikrimcə, belə addımlar sosial siyasət baxımından olduqca vacibdir. Çünki bayramlar insanların bir araya gəldiyi, ailələrin birlikdə vaxt keçirdiyi xüsusi günlərdir və bu dövrdə maddi rahatlıq insanların bayramı daha xoş keçirməsinə kömək edir. Pensiya və müavinətlərin əvvəlcədən ödənilməsi həm vətəndaşların dövlətə olan etimadını artırır, həm də sosial rifahın qorunmasına xidmət edir. Xüsusilə yaşlı insanlar və sosial müavinət alan ailələr üçün bu ödənişlərin vaxtından əvvəl verilməsi böyük dəstək sayılır. Bayram süfrələrinin hazırlanması, gündəlik ehtiyacların qarşılanması və ailə üzvləri üçün kiçik sevinc anlarının yaradılması baxımından bu qərarın çox müsbət təsiri olduğu düşünülür. Ümumilikdə, sosial ödənişlərin bayramdan əvvəl verilməsi həm vətəndaşların həyatını asanlaşdırır, həm də ölkədə sosial təminat sisteminin və dövlət dəstəyinin davamlı olduğunu göstərir. Bu addım insanların bayramı daha rahat, stressiz və sevincli şəkildə qarşılamasına imkan yaradır.